Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Rasim Balayevin vida mərasiminə əklil göndərib. Hazırda mərhumla vida mərasimi Akademik Milli Dram Teatrda keçirilir. Mərasimdə mərhumun ailə üzvləri, yaxınları ilə yanaşı Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəni-ictimai xadimlər və media nümayəndələri iştirak edirlər. Vida mərasimindən sonra xalq artistinin cənazəsi 1-ci Fəxri Xiyabanda torpağa tapşırılacaq. Qeyd edək ki, Rasim Balayev ötən gün vəfat edib. O, Türkiyənin İstanbul şəhərindəki Memorial xəstəxanasında dünyasını dəyişib. Aktyor uzun müddət idi səhhətində yaranan ciddi problemlərlə əlaqədar müalicə alırdı.